Salam, hörmətli izləyicilər. Deməli, adjective clause cümlələrindən, adjective relative clause cümlələrindən birinci test istədiyimiz aydın sizə. Deməli, burada 5 variantdan biz ikisini seçirik. Çünki ikisi doğrudur yalnız. Hansılar səhvdir və niyə səhvdir? Əvvəlcə burada no və cəm olduğunu görüb, burada biz təbii ki, feili tək verə bilmərik. Çünki nisbə vəzidən əvvəl gələn ismə görə nisbə vəzdən sonraki feil təyin olunmalıdır. Həz burada təkdədir, novel cəmdədir. Romanlar sözü 5-ci bəndə atırıq. Və eyni zamanda burada have Z variantı yanlışdır. Z have olmalıdır. 2 də səhvdir. 2 ilə 5 artıq 1, 3, 4 qaldı. 1, 3, 4 variantı 1, 3 və 1, 4 variantı onsuz da yoxdur. 3, 4 olacaq cavab burada. Niyə 1 olmaz? Deyir ki, mən tərcümə etmiş romanları xoşlamıram. Tərcümə etmiş romanları oxumuram. Burada tərcümə etmiş deyəndə mübtəda yoxdur. Kimin tərcümə etmiş olduğu romanları? Yəni mübtəda olmalıdır. Mübtəda yoxdursa, o zaman biz 3-cü bənd kimi məhsulu götürürük. Tərcümə edilmiş romanları oxumuram. Tərcümə edilmiş olan variant 3 düzdür və bir də mübtəda olan və məlum növdə olan, tubisi olmayan, məlum növdə olan, bitmiş zamanda olan cümlə 4 doğrudur. Deməli, mən tərcümə edilmiş romanları xoşlamıram, oxumuram. Bəli, oxumuram burada 1, 3 düzdür. Onların tərcümə etmiş olduğu romanları, etdiyi romanları oxumuram. Bir də 4 düzdür. 3, 4 doğru cavabdır. Həmçinin burada digər testimiz olan ikinci testə də baxsaq, son zamanlar bəstələnmiş mahnıları tanıyırsanmı? Bəstələnmiş mahnıları. Bəstələnmiş deyəndə məhculluq verməliyik. Biz which have been composed. 5 düzdür. Bir də onların bəstələdiyi mahnıları tanıyırsanmı? Bir də 4 düzdür. Məlum növdədəki məlum feilin tubisi yoxdur. Tubisiz də feil sətkinə işlənəndə bəli, bu artıq have composed indiki bitmiş zamandır. 5-də isə indiki bitmiş zaman məhsul növüdür. Məhsulluq vermişik çünki mübtədamız yoxdur. 4-də mübtəda olduğuna görə məlum növ vermişik. 3 səhvdir. Have keçib Z-dən əvvələ. Bu yanlışdır. 2 səhvdir. Songs cəmdədirsə həz olmaz. 1 də səhvdir. Burada mübtədamız yoxdur. Məlum növdə verib. Mübtəda yoxdursa, necə ki biz 5-ci bənddə məhculluq vermişdik tubi ilə. Burada da tubi olmalıydı. Deməli, cavabımız oldu 4-5. Doğru cavab C variantı. 3-cü testimizə baxırıq. Burada way təkdədir. Lead feili S qəbul etməlidir. S qəbul edən variantımız bir D-dir, bir C-dir. Burada C variantını atırıq. Çünki votdan qabaq isim olmaz. Doğru cavabımız olacaq D variantı. Digər testimizə baxaq. Burada 24-də baxırıq. The villagers, kəndlilər. Burada isimdirsə vot vermək olmaz. Hustan qabaqda, hustan sonra da isim olmalıdır. Bu da səhvdir. Which'dən qabaq cansız isim olmalıdır. Bu şəxsdir, canlı isimdir. D variantı səhvdir. Çünki whom'dan sonra mübtəda olmalıdır. Canlı isim, whom sonra mübtəda olmalıdır. Burada feil gəlib. Doğru cavabım olacaq Y variantı. Bu qədər. Çətinlikləriniz olsa rəy bölmələrində yaza bilərsiniz. Çox sağ olun.